Salam, dəyərli ulduz izləyiciləri. Aprelin 9-u gəldi və göy üzündəki hərəkətlilik həyatımıza yeni rənglər qatmağa davam edir. Gəlin görək, bugün bürcləri hansı sürprizlər və fürsətlər gözləyir. Qoç, salam, əziz qoçlar. Bugün sizin üçün liderlik və cəsarət günüdür. 9 apreldə enerjiniz o qədər yüksəkdir ki, qarşınıza çıxan hər bir çətinliyi asanlıqla dəf edəcəksiniz. İş yerində yeni bir layihəyə başlamaq və ya yarımçıq qalmış bir işi tamamlamaq üçün ideal vaxtdır. Ətrafınızdakı insanlar sizin qətiyyətinizdən ilham alacaqlar. Axşam saatlarında özünüzə vaxt ayırmaq və daxili balansınızı qorumaq üçün qısa bir yürüyüş sizə çox yaxşı təsir edəcək. Yolunuz açıq olsun. Buğa, salam, əziz buğalar. 9 aprel sizin üçün maddi və mənəvi sabitlik gətirir. Bugün maliyyə məsələləri ilə bağlı mühüm və müsbət xəbərlər ala bilərsiniz. Səbirli və planlı hərəkət etmək sizə böyük üstünlük qazandıracaq. Şəxsi həyatınızda isə sevdiyiniz insanlarla keçirəcəyiniz səmimi bir söhbət ruhunuzu dincəldəcək. Hisslərinizə güvənin, çünki bugün intuisiyanız sizi ən doğru qərarlara aparacaq. Bolluk və bərəkət enerjisinə özünüzü açın, çünki buna layiqsiniz. Əkizlər, salam, əziz əkizlər. Bugün ünsiyyət və sosial aktivlik sizin ən güclü silahınızdır. 9 apreldə yeni insanlarla tanış ola, maraqlı təkliflər ala və ya vacib iş görüşmələri keçirə bilərsiniz. Zehniniz hər zamankından daha iti işləyir, ona görə də parlaq ideyalarınızı bölüşməkdən çəkinməyin. Günün sonunda aldığınız bir xəbər sizi gələcək planlarınız üçün xeyli həvəsləndirə bilər. Həyata nikbin baxın, çünki bugün dünya sizinlə eyni dildə danışır. Xərçəng, salam, əziz xərçənglər. 9 aprel sizin üçün daxili hüzur və ailə dəyərləri ön plandadır. Bugün evinizdə və yaxın çevrənizdə harmoniya yaratmaq üçün gözəl fürsətlər yaranacaq. Kiməsə yardım etmək və ya birinin mənəvi dəstəyini almaq sizə daxili bir sakitlik bəxş edəcək. Emosional balansınızı qorumaq üçün meditasiya etmək və ya musiqi dinləmək sizə çox yaxşı təsir edəcək. Unutmayın ki, sizin şəfqətiniz ətrafınızdakı insanların dünyasını işıqlandırır. Sevgi dolu bir gün diləyirəm. Şir, salam, əziz şirlər. Bugün diqqət mərkəzində olmağa və parıldamağa hazır olun. 9 apreldə ulduzlar sizin xarizmanızı və yaradıcılığınızı zirvəyə daşıyır. İş həyatınızda və ya sosial çevrənizdə liderlik qabiliyyətiniz hər kəs tərəfindən fərq ediləcək və təqdir olunacaq. Yaradıcı layihələrlə məşğul olmaq üçün mükəmməl vaxtdır. Eşq həyatınızda da romantik və səmimi anlar gözlənilir. Özünüzə olan güvəni heç vaxt itirməyin, o bugün sizin gününüzdür. Qız, salam, əziz qızlar. Bugün nizam-intizam və məhsuldarlıq sizin üçün ön plandadır. 9 apreldə işlərinizi sistemli şəkildə düzmək və detallara fokuslanmaq sizə böyük uğur gətirəcək. Sağlamlıq və özünə qulluq məsələlərinə vaxt ayırmaq özünüzü daha gümrah hiss etmənizə kömək edəcək. Zəhmətiniz və diqqətiniz rəhbərlik və ya həmkarlarınız tərəfindən yüksək qiymətləndiriləcək. Günün sonunda planladığınız hər şeyi bitirməyin verdiyi o rahatlıq hissi sizi çox məmnun edəcək. Səbirli olun, hər şey yolundadır. Tərəzi, salam, əziz tərəzilər. Bugün həyatınızda balans və gözəllik axtarışınız nəticə verəcək. 9 aprel şəxsi münasibətlərdə harmoniyanı bərpa etmək üçün mükəmməl gündür. Diplomatik bacarıqlarınız və nəzakətiniz sayəsində hər hansı bir gərginliyi asanlıqla aradan qaldıra bilərsiniz. İncəsənətə, estetikaya və ya özünüzə vaxt ayırmaq ruhunuzu qidalandıracaq. Sevdiyiniz insanla keçirəcəyiniz xoş bir axşam münasibətlərinizi daha da möhkəmləndirəcək. Qəlbinizdəki tarazlığı qoruyun və gülümsəyin. Əqrəb. Salam, əziz əqrəblər. Bugün sirli və güclü bir enerji ilə əhatə olunmusunuz. 9 apreldə fokuslanma qabiliyyətiniz o qədər yüksəkdir ki, hər hansı bir gizli məqamı asanlıqla kəşf edəcəksiniz. İş həyatınızda mühüm bir transformasiya və ya yenilik gözlənilir.
Maddi və ya ortaq yatırımlar məsələsində strateji düşünmək sizə gələcəkdə böyük qazanclar bəxş edəcək. Daxili gücünüzə güvənin və yenilənməyə açıq olun, siz hər çətinliyin öhdəsindən gəlməyə qadirsiniz. Ox atan. Salam, əziz ox atanlar. Azadlıq və macəra ruhu bugün sizi uzaqlara çağırır. 9 apreldə yeni üfüqlər kəşf etmək, fərqli mədəniyyətlərlə maraqlanmaq və ya gələcək səyahətləri planlaşdırmaq üçün əla gündür. Pozitiv enerjiniz ətrafınızdakı insanlara da sirayət edəcək və hər kəs sizin yanınızda olmaq istəyəcək. Təhsil və ya fərdi inkişafla bağlı məsələlərdə şans siz tərəfdədir. Bugün qanadlarınızı açın və arzularınıza doğru inamla uçun, yolunuz işıqlı olsun. Oğlaq. Salam, əziz oğlaqlar. Bugün diqqətiniz tamamilə karyera və məsuliyyətlərinizdə olacaq. 9 apreldə peşəkar həyatınızda göstərdiyiniz ciddi səylər rəhbərlik tərəfindən fərq ediləcək və yüksək qiymətləndiriləcək. Uzun müddətli hədəflərinizə doğru atdığınız addımlar artıq nəticə verməyə başlayır. Maddi sabitliyinizi qorumaq üçün yeni planlar qura bilərsiniz. Hər nə qədər işə fokuslansanız da özünüzə və sevdiklərinizə vaxt ayırmağı unutmayın. Zəhmətiniz uğurunuzun təməlidir. Dolça, salam, əziz dolçalar. Bugün sizin üçün yenilikçi ideyalar və sosial əlaqələr günüdür. 9 apreldə orijinal düşüncələrinizlə hər kəsi təəccübləndirə bilərsiniz. Dostlarınızla bir araya gəlmək və ya kollektiv layihələrdə iştirak etmək sizə yeni perspektivlər qazandıracaq. Azadlıq hissinizin artdığı bu gündə özünüzü heç bir qəlibə salmayın. Gələcəyə dair ümidləriniz və arzularınız bugün daha real görünə bilər. Beyninizdə çaxan parlaq fikirləri qeyd etməyi unutmayın. Balıq, salam, əziz balıqlar. Bugün xəyallarınızın gerçəkləşə biləcəyi sehirli bir gündür. 9 apreldə ruhunuz hüzur axtarır və kainat sizə bu hüzuru verməyə hazırdır. Yaradıcılıqla məşğul olmaq, musiqi dinləmək və ya meditasiya etmək üçün əla zamandır. İntuisiyanızın sizi apardığı yerə gedin, çünki bugün möcüzələr sizə çox yaxındır. Şəfqətli ürəyinizlə kiməsə kömək etmək gününüzü daha da mənalı edəcək. Kainatın sizə göndərdiyi mesajlara diqqət yetirin, o bugün eşq sizinlədir. 9 aprel üçün hazırladığımız ulduz proqnozlarının sonuna gəldik. Ümid edirik ki, ulduzlar bugün yolunuzu aydınladar və hər birinizə uğur gətirər. Kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Sabah yenidən görüşənədək hələlik.